Xanım, bu nə oyundur mənim başıma açırsınız? Bütün işi gücü atıb getmişsiniz üstümə. Mən bilmirəm burada dayəlik eləyim, neyniyim. Uşaqdır da, bura gələndə belə danışırdınız. Ay, mən belə dayə işləmişəm, belə eləmişəm. Əşi, mən nə bilim, Nəysə, sonra danışarıq, əlimdə işim var. Elə pul deyirsiniz. Yaxşı da, göndərəcəm. Bu gün mənim kartınıza oturduraram pulu. Sağ ol. Bunu qoy bura da, bu ilə sonra oynayarsan. Yeyirsən onu, boşqabımı ver. Sən bu dayələrin başına nə oynatırsan? Heç kim qalmır, hamı çıxır gedir. Bu artıq 5-cidir. Ala, ye. Baxma üzümə, ye. Ödənişlərin hamısını vaxtında eləməyə lazımdır. Sonra problem yaşanmaz. Olacaq, hamısı vaxtında olacaq, hamısı. Bütün ödənişlər hamısı vaxtında olacaq. Narahat olmayın. Bütün ödənişlərin hamısını oturdurduq hesaba. Aha. Oldu, zəngləşərik. Adə, bu nədir? Nə gündəsən sən? Kimsə bu cüdə qoy? Əli, uşaq. Dayə? Dayə nə gəzir? Dayə qaçdı, çıxdı, getdi. Bir dənə mənim vidimə bax. Gör nə gündəyə. 5-ci idi bu. Deməli belə, Kənan. Yeni bir elan yerləşdirirsən. Amma bu dəfə maaşı 2 qat qoy. 3 qat qoy. Mən bilmirəm. Elə ki, dayə bu dəfə gəlsin. Qarşımda bu cür köməkçi görmək istəmirəm. Baş. Hələ bu gedən dayənin də hesabına pul yazmalı. Göndərər yox pulu, o problem deyil. Amma bu dəfə dayəni şəxsən özüm seçəcəm. Baş. Bu uşağa super dayə lazımdır. Bir də get çimginə. Əynivə də mənim paltarlarımdan bir təmiz paltar giy. Bu görkəmdə qarşıma çıxma. Unutma, dayənin də evinə bir buket gül göndər. Bəlkə bizi bağışladı. Sən məşqdə çatdın, hə? Mövzu çıxan işdə. Sən mənə qol verməzsən. Sən eşən əlim yağı pendirə batırdı axı. Cəhənnəm ol başa. Yaxşı bəs. İşdən çıxdım o. Harada işləyirsən? Harada işləməsən? Cəhənnəm ol. Buyurun, buyurun. Salam Meyçin qardeş. Təcrübə? Ondan tələsmişəm. Özüm uşaq olmuş. Hə, belə təcrübəm var, bəli, var. Nə işlə məşğul olmusunuz? Uşağa baş salacam ki, doğru yol necə olmalı. Məzələnirsiniz? Mən elə bilirəm uşaqlar kələmdən çıxır. Mən uşağa disiplini öyrədə bilərəm. Həyatdakı hədəflərinizdən danışın. Belə dairəlik təcrübəm yoxdur, amma evdə 2 dənə xam yaxın var. Ayol biri ölüb də doğrudan. Çöl nədir, bayır nədir? Əslində çöllə bayır eyni şeydir, yəni. Növbəti pisi göstərəcəm, yaxşını göstərəcəm. Orada mənə necə öyrədəcəm, mən də burada elə
Belə mənim üçün çöldə bayaq kimi bir şeydir əslində. Bir də bir şey soruşmayayım. Eugenski'li Moskoydu. Əsas o ki, oğlandı və ən əsası oğlanlıq. Yəni, mən uşağa başlayacağım ki, yəni, pildədən qala çıxma olmalı. Ovçuluğu da öyrədərəm uşağa. Yəni daşdan yonub ağacı birləşdirməyə ceyran zad. Biz mühafizə üçün adam istəmişdik. Xeyr. Və siz nə ilə bağlı gəlmisiniz bu? Allah, o quşun adı nə idi Allah? Elanda yazılan şey adı nə idi? Ayda, girmir beynimə vay Allah. Sana deyirəm amigo. Uşaq şeyinə görə. Şey nə? Uşaq nə? İyi də alırım lan səni. Uf. Elanda yazılmış deyə uşağı idarə edən iş var. Daha yaşını deyirsiniz. Ay sağ ol. Dayə. Və sizin bu dayə yaşında bir təcrübəniz var? Bir də sizin özünüz mənə yaman tanış gəlir. Hə, böyle TikTok'da ölkəcə birinci. Yəni qoyduğum videonun baxışları ən azı 200 milyon. TikTok? Bəs həyatda daha ciddi nailiyyətləriniz var? Bayağıdan kənardan baxıram açıq. Yəni bu iş üçün çox adam gəlir. Amma icazə verin mən sizə öz özəlliklərimi bəhs edeyim. Yəni mənim atam şəxsi mühafizə şirkətində işləyir neçə illər. Və mən özüm də onun yanında işləmişəm uzun müddət. Sonralar professional idmanla məşğul oldum. Yəni disiplinləri çox gözəl bilirəm. Fiziki gücüm çox gözəldir. Həqiqətən fiziki gücüm çox dəhşət, yəni sinəyə bəlkə də 200 vuraram. Lazım gəldiksə professional silahlardan istifadə edirəm. Amma lazım gəldikcə. Yəni balaca uşağa baxmaq sizcə mənim üçün böyük bir problem ola bilər? Mən sanmıram. Maraqlı. Əgər mənə icazə versiniz, yəni mən uşaqla disiplinli şəkildə necə lazımdır davranıram. Şəxsi mühafizə biliyinə əsaslanaraq necə lazımdır uşağın tam bütün təhlükəsizliyini təmin edərəm. Əli, gəl. Necəsən? Yaxşısan? Agil bəy, bu bizim Əlidir. Əli, tanış ol, Agil bəy. Bir həftə evdə sənin dostun olacaq. Mən də söz verir ki, özünü yaxşı aparacaqsan. Yaxşı? İncidən sevməyə başladı bir-birinizin fikir verirsiniz. Çox gözəl onda. Bir də mən bir həftə burada olmayacağam. Fransaya uçuram öz işlərimlə bağlı. Mən gələnə qədər Kənan bəy pulun bir qismini hesabınıza otuzduracaq. Mən gələndən sonra ödənişimizin qanun hissəsini eləyəcək. Bir də bizim uşaq biraz ərköyündür. Həssas olmağınızı xahiş edirəm. Bir sualım var sizə.
Işınamaq başlayıram. Siz artıq işdəsiniz. Rahat olun. Rahat. Rahat. Öz eviniz kimi. Siz artıq işdəsiniz. Rahat ol, rahat ol, rahatlayacağım səni. Əli! Yok. Böyük ya. O evdə bir dənə uşaq. Bəs məntiqsiz. Biz balığı həmişə suda görmüşük. İndi divardaydı. Maraqlıdır. Ay Agil, ay. Əli daya, hə? Get, nasıl yer? Alo. Salam can. Necəsən? Az mənəm də, xəyaləm. Agildir. Mən tanımadım səsindən. Vallahi alındım. Neyinirsən xəyal et? Heç nə, təzə bir ev almışam. Deyirdim gəlib bir çay içərdim. Neçə vaxtda görmürəm səni. Neçə vaxtda görüşmüyor biz, xəyal et. Gözdən xəyal edəcəyim. Burada kiçicik bir problem var. Onu həll edelim qayda. Hazırsan? Sus sen. Otaq yuxarıda. Minənin üç başına. Qalx yuxarı. Da. Alo. Alo, xəyal hə? Alo. Gözəl necəsin? Neyinirsən, nə iş görürsən? Heç nə, gözəlciğim. Təzə ev almışam. Yəni, bu lisəyə də realda görməmişəm. Deyirdim, gələrdim bizə bir çay içərdim. Qonağım olar. Əlbəttə, ürəyim. Ya, tez gəl.
Aycan qaqaşın? Tarıkın öldürmə şirketindən gəlmişsiniz? Yox. Hayda, zibilə keçmişik. Nə işin var bunlar? Sən aqil deyilsən? Hə? Mən də gözələm də. Nə? Gözəl? Sən öz qaşından xəbərin var, Betty Menzin axımışı, belə deyəm sana. Gözəllik sənin yanından 1 millimetr belə keçməyib. Atan, anan bu adı sənə qoyana kim bilir nə ümidlər bəsdir. Xahiş edirəm, vaxtımı alma. Həyatımdan bezsəm səni yazaram. Hə, bir də. Xahiş edirəm, sən də yazan atma. Yol gəlmişəm. Yekə oğlansan, mən də xanımam. Sən də qapını üzümü örtürsən. Məncə sən hansısa laboratoriyanın eksperimentinə səhv çıxmısan, bəlkə də virussan. Gələrsən evə uşaq zad var. Səni görər, qorxar, mınıçıldağa, ora, bura. Xahiş edirəm, yorma məni. Bay bay. Hey amigo. Gel bir çay iç. Ama sosial məsafə qoruyursan və maskanı ağzına taxırsan. Evdə uşağım. Niyə söhbət eləmirsən? Ehtiyac olmadığı müddətcə danışmaq lazım deyil. Çayını ki qoymuşam qaynamağa. Qaynasın bir çay içərik. Olar mən keçim. Əlizimi yuyum. Get, bir nə istəyir? Ay sən. Aqil. Gözəl. Bəs sən gözəlsənsə, bayaq burada sinsi oturan kimi. Onu öldürdüm. Can, yaxşı elədin. O hələ ölməli idi. Can, sənə heyran.
Yəni verənə şükür. Bu uşaq kimdir? Bacı oğludur da, başımın bəlasıdır, çox dəcəl uşaq. Qaldım o birazdan yuxarıda oyuncaqlarına oynayacaq, hə Əli? Xəyalə budur. Xəyalə kimdir? Xəyalə kimdir? Nə xəyalə? Elə bir insan yoxdur, xəyalə kimdir? Adam uşaqdır da, danışır da boş-boşuna. Xəyalin biri yoxdur, Əli. Get yuxarı, get. Bayaq xəyalə ilə danışmırdım. Mən getsəm yaxşıdır. Öz demişdin, çay içəcəkdik. Okuyma bana. Çayı xəyalə ilə içərsən. Xəyalə kimdir? Tanımıram belə birini. Əli, gəl bura. Yanıma gəl. Əli, gəl. Gəl. Otur yanında. Ay, sağ ol. Uşaq bayağı nəsə danışırdı. Elə burası bu uşaq gəldi, korladı. Mən heç nə demirdim. Biri yoxdur. Boş-boş danışırsan, hər uşağın sözünü danışırsan. Xəyal yoxdur. Hə, Əli. Görürsən, Əli də hə. Mən nəsə şübhəli qaldım. Qəşəng ya, çaydan yeyib. Bəh-bəhlə içəyirsiniz, hə? Ye. Very woman, la 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 la, very woman. Very woman. Oh, okay. Sən çox yaraşıqlısın. Niyə? Very woman, la 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 la, very woman. Aqil, yaxşısan? Can, ciyərim dağıldı. Salam Aqil bəy. Salam əleykum. Nə olub? Nəsə problem var? Problem? Onurğamın çıxmağı, belimin ağrımağı, çiynimin sallanmağını saymasın. Problem yoxdur. İndi necəsiz? Səsimdən hiss eləmirsiniz? Bəlli deyil, yəni. Əli biraz əzəkəyini də bilirəm. Amma yola gedəcəyinizə də inanıram. Bu hələ birinci gündür. Zapcast olmuşam, 6 gün də elə burada qalmalıyam. Dəhşət bu balası, dəhşət. Siz onunla oyunlar oynayın, dost olacaq sizlə. İndi otağındadır. Yox, mən ora otağı deməzdim. Ora onun postudur. Postu deyər. Bəlkə də sabah Allah bilir, şeytani planı var. Yenə də Aqilin başına nə oynatmamış. Bir Allah bilir. Yox, siz ona nağıl danışın. O sizlə dost olacaq, inanın mənə. Nağıl? Nağıl yox, ona cinayət məsələsini almaq lazımdır ki, insanların da haqqı, hüququ var. Onları incitmək olmaz. Mən hal-hazırda məşğulam, çox danışa bilmirəm. Siz mən deyəni edin. Gecəniz xeyrə qalsın. Əlidən müğayyət olun. Oldu, yaxşı. Sağ ol. Mən nağıl bilirəm. Uşaq nədir? Bəlkə bir rep deyil. Gedək də gedək görək. Başımıza nə iş gəlir? Bu teliyə bir Aqil düşməz. Mən yığıb qoymuşam ayağımın altına. Qorxdum ki, Thanos gələr. Thanos? O kimdir?
O dünyaları yeyən var, Spider-Man-lə Dəmir Adamın düşməni. Allah yekə kişilə yığıb tökmüsən maşını, mıxı ayağımın altına. Maşın bazarına döndərdim sonra. Ayağım aşçıcan oldu. Nə Spider-Man, nə Thanos, nə Dəmir Adam. Bunlar hamısı reallıqda olmayan bir şeylərdir. Fantastikadır. Kinolarda olan fantastika. Sən onlara inanmırsan? Yox. Bu həyatda tək güclü bir şey var. O da pul. Money. Dengi. Başqa heç nə. Onlar isə yalnız Marvel'ın uydurduğu süper qəhrəmanlar. Başqa heç nə. Onlar yox. Onlar yaddan çıxar. Yox, məncə təkcə pul deyil. Olmadı ki. Mən bu adam sənə səhv deyəcək. Hə? Dedim axı sənə. Yalnız money, dengi və manatlıq. Qəpik də ola bilər, amma sən də. Neysə. Gəl sənə nağıl danışım. Biri var idi, cancıya. Biri yox idi. Bir dənə cırtdan var idi. Amma bu cırtdan hələ belə cırtdan deyil ha. Onun qol əzələsi, sinə əzələsi eynən Aqil əminin əzələsi kimi. Eynən mənim əzələm kimi. Bu cırtdan hər dəfə zala girəndə görür zala kötdiyi kimi uşaqlar var. Hərəsi bir tərəfdə məşq edir. Amma bu cırtdan fərqlidir axı. Sadəcə adı cırtdan. Girirdi 100 kilonun altına. Məməzin bir, qaqaşım iki, cancıya, gedirdi. Fiziki çox güclüydü ya, fiziksi çox güclüydü ya. Bu cırtdan bir gün girib Instagrama, görüb qırmızı papaq orada. Ona direktdə nə yazsa yaxşıdır? Nə yazsa yaxşıdır? Can, sənə heyran. Necəsin? Bu nağıllar bəli deyil axı. Hə, düz deyirsən. Bax, Əli, mən sənə səmimi söhbət edəcəm. Açıq mən nağıl bilmirəm. Yəni, istəyirəm sənə nağıl danışım, sən də rahat yatasan. Mən uşaq vaxtı nağıl danışan olmayım. Mən uşaq vaxtı çox bacarıqsız bir insan. Atam məni sevmirdi. Hətta heç kim sevmirdi. Amma mən həmişə istəmişəm ki, insanlara kömək edeyim, onlara yaxşılıq edeyim. Uşaq vaxtı həmişə arzu edərdim ki, mənim də özəl güclərim olsun. İnsanlara kömək edeyim. Onlara ən azından dərdimizi danışdım.
uşaqların duasını, istəyini cavabsız qoymazsan, nə olar? Aqil əmiyə kömək edər. Ona elə bir güc, qüvvət ver ki, hamı onunla qürur duysun. Mən də sənə söz verirəm ki, bir daha dəcəllik eləməyəcəm. Yoxsa tanış. Oğullar gəlir, maska taxıblar, tezələ oyan. Yəqin karantinə görədir. Sağ ol, açıl başımdan, axşamlar öpürsün. Mən gedirəm polisa zəng gəlməyə. Sən get də. Aqil 12 ildir qampu ilə məşğul. Dinlər özü. Gel! Çapar. Alo. Oyan görək.
Sən kimsən? Mən bilirəm ki, bu evdə pul var. İndi pulların yerini deyirsən, biz də çıxıb gedirik. Durun, rədd olun bayra. Ayıqa dursam, hamınızı çiləyəcəm burada. Mən dedim axı, bilirəm ki, bu evdə pul var. Yerini de, çıxaq gedək. Durun, rədd olun bayra. Ayıqa dursam, hamınızı çiləyəcəm. Ayağa dursan, necə yiyəcəksən? Pullar hanı? Pul, hələ pul! Bəs mənə dediniz axı, burada pul var. Demirsən pulların yerini? Hələ pul? Balaca, pulların yerini de, biz çıxaq gedək, sənə demişsin olmaz. Gördün Şirin dayını döydü. Hardan da pullar? Tebrikler. Pulların yerini de ki, sənə heç nə olmaz. Başa düşdün? Ayaq mən, nə oldu, neynədi, bilmirəm. İçimdən bir səs deyir ki, bu işdə sənin barmağın var. Sənin qeyri-adi gücün var. Yaxşı, bəs necə eləmə? Yenə yoxla. Necə? Yoxlayıram, alınma. Nəsə səs gəldi. Konsantrasyonumu bozma. Qarnımdan gəl. Vau! Kör ol! Adamım! Adamım! Gözlərim yanır, kör oldu. Deməli, mən özəl biriyim. Xüsusi bazarlığım var, hə?
Sən qəhrəmansan. Niyə qışqırsan? Bilirəm, burada qəhrəman mən, sən yox. Xahiş edirəm, həyəcanlanma. Sən super qəhrəmansan. Atam bizim mənə qurur ya. Da niyə ağlayırsan ki? Neyse. Süper qəhrəmanlar da lazım. Tapdım. Özel forma. Ay sağ ol. Özel forma. Özel forma, özel forma, özel forma, özel forma. Qonşumuz Püstə xanım, o dərzidir. Püstəxamın başın bura. Püstə boyda baş vaharı gəldi sağacı. Forma neymişsə, kimin? Nə şalvarın balağını tikə bilir bura. Üstəlik öyle. Bu özel bir forma değil. Buna özel bir insan lazımdır. İşte yok. Tapdım. Özel ad. Ay sağ ol. Özel ad. Tapdım. Yıldırım. Ay bu. Koltuğun ismi ya. Tapdım. Süper canciğer. Sən mənim balaca canavar dostum. Biz səninlə mükəmməl bir komanda. Və insanlara, uşaqlara yaxşılıq edəcək. Və sənə ilahi. Çünki mən Süper canciğersən. bir dəqiqə. O anı mənə saxla. Super canciğer. Agil, yaxşısan? Səsi necə oldu? Hələ biraz məşq eləməliyəm. Hələ, deyil. Zaman məşq olur. Hələ səndən bir söz soruşuram. Bu keçən dəfə evə oğrular gəldi ya. Səndən pulun yeni soruşum. Həqiqətən evdə pul var? Hardadır? Qorxmayın. Pulu oğurlayıb qaçmayacağım ki. Nasıl maraqlıdır da. Yəni, var, yoxdur. Burada da yok. Değil. Bunlar elə bana özünə pullar. Yəni, çənəmə 50 dənə yumruq deydi ya. Bu qəpik quruşa görə idi, yəni.
Hey amigo, hey. Əlican, necəsən? Mən artıq gedirəm. Amma səninlə çox gözəl günlər keçirdik. Hə? Həqiqətən, yəni bu neçə il ərzində bu qədər əylənməmişdim. Söz nəsil mənasında. Ayağımın altına nə qədər yağ da töksün, mıx da batırsın. Sən yenə də mənim balaca dostumsan. Mən mükəmməl, səni mükəmməl komandayım, hə? Atan da gəlib. Aşağıdadır. Ona görə də mən gedirəm. Üzülmə, Əli, heç üzülürsən. Mən yenə də gələcəm sənin yanına. Bax, atan da aşağıdadır. İnşallah, bəlkə indi elə oldu, təzədən gəldim bura. Mən Fransadan bugün gəlmişəm. Mənim vaxtım var bu satışla məşğul olmağa. Bu gətir vasitəçiləri bu villaya baxsın, hərəsi bir qiymət desin, baş ağrısı deyir. Bununla mən məşğul ola bilməyəcəm. Hələ ki vaxtım yoxdur. Oh, Aqil bəy. Necəsən? Yaxşı, siz necəsiniz? Çox sağ olun. İstəmədən ulaq şahid oldu. Deyəsən villa satırsınız. Hə, amma bu aralar onunla məşğul olmağa vaxtım yoxdur. Ondan sonra qoyun əmlak saytına satın da 2 dəqiqə. Əmlak az? Bəli. Tövsiyəvisiniz, çox sağ olun. Sizə də hər şeyə görə minnətdarlığımı bildirirəm. Həqiqətən də ağlıma gəlməzdi ki, siz bizim bu balaca Əli ilə belə dost ola bilərsiniz. Sizin də ödənişin geri qalan qismini Kənan bəydən xahiş edəcəm, hesabınıza tuzdursun. Problem deyil, oğlunuz da çox əylənir. Həqiqətən çox yaxşı uşaqdır. Oğlum? Hədə 50 deyir yəni. Kənan sizə heç nə deməyib? Mən Əlinin atası deyiləm. Necə? Əli öz valideynlərini 3 ay bundan öncə avtomobil qəzasında itirdi.
O gündən Əli heç vaxt heç bir daya ilə yola getməyib. Yalnız sizi belə çox sevib, onun üzünü belə gülən görəndə mən çox sevindim. Mən əslində onun əmsiyəm. Mən səhv eləmişəm. Həyatda hər şeydən önəmli pul deyilmiş. Bunu mən sanırım.